Salam, əziz məktəb dostlar, mən izləyən valideynlər. Bugün monitoring 7-də Pozanın tarixi mətnini, monitoring 5-də Pozanın tarixi mətnini izah edəcəm. Pozanın tarixi əslində insan yaradıcılığının və ehtiyaclarının nə qədər maraqlı inkişaf yolu keçdiyini göstərir. Qədim dövrlərdə insanlar yazdıqları mətnlərdəki səhvləri düzəltmək üçün bugünkü qədər əlverişli vasitələrə malik deyildilər. Belə ki, o zamanlar kağız yerinə istifadə edilən perqament və papirus üzərindəki yazıları silmək üçün kobud daş parçalarından, məsələn, qum daşı və ya pemza daşından istifadə edirdilər. Daha sonralar İslam mədəniyyətində xəttatların səhvləri aradan qaldırmaq üçün kiçik barmaqlarını ağız suyu ilə isladaraq səhv yazını təmizlədikləri məlumdur. Bu üsulun nəticəsində mürəkkəb barmaqları və ağza keçərdi ki, bu da mürəkkəb yaladı ifadəsinin yaranmasına səbəb olmuşdu. 1700-cü illərə qədər isə qələm izlərini silmək üçün ən populyar vasitə çörək içi idi. Çörək xüsusilə də təzə içi yazının izlərini çıxarmaqda kifayət qədər effektiv idi. Ancaq bu üsulun ən böyük mənfi cəhəti çörəyin tez xarab olması və küflənməsi idi. Beləliklə, yazı izlərini silmək üçün daha davamlı və etibarlı bir vasitəyə ehtiyac duyulurdu. 1730-cu illərdə fransız alimləri Charles Marie de la Condamine və François Freneau Cənubi Amerikadan təbii kauçuku Avropaya gətirdilər. Kauçuk ağaclarının lateksindən əldə edilən bu materialdan müxtəlif məqsədlər üçün istifadə olunmağa başlandı. 1770-ci illərdə İngilis mühəndisi Edward Nairne çörək əvəzinə kauçukdan istifadə etməyi sınaqdan keçirdi və onun qələm izlərini effektiv, yəni təsirli uşaqlar, silə bildiyini kəşf etdi. Beləliklə ilk rezin pozan istehsal olundu və baha qiymətə bazara təqdim edildi. Nairne'nin icadı yazı alətlərinin təkamülündə mühüm bir addım oldu. Yəni uşaqlar, Nairne'nin icadı olan bu pozan yazı alətlərinin təkamülündə, yəni inkişafında mühüm addım oldu. Ancaq ilkin kauçuk pozanlar dayanıqlı deyildi. Rezin zamanla xarab olur və pis qoxu yayırdı. Buna görə də 1839-cu ildə Charles Goodyear rezinin sərtləşdirilməsi üsulunu icad etdi. Goodyear təsadüfən kükürdlə qarışdırılmış kauçuk nümunəsini isti səhtə düşürərək onun sərtləşdiyini müşahidə etdi. Vulkanizasiya adını alan bu proses kauçukun dayanıqlığını artıraraq onun daha geniş istifadəsinə şərait yaratdı. Müasir dövrdə pozanlar yalnız kauçukdan deyil, həm də elastik və davamlı material olan vinildən hazırlanır. Pozanlar müxtəlif rənglərdə, formalarda və ölçülərdə Pozanların müxtəlif rənglərdə, formalarda və ölçülərdə istehsalı bu sadə aləti həm funksional, həm də estetik baxımdan daha maraqlı edir. Deməli, İslam mədəniyyətində xəttatlar səhvləri necə aradan qaldırdılar? Uşaqlar, xəttat gözəl yazı qabiliyyəti olan insanlar idi. Bir dəqiqə uşaqlar, xəttatlar nə ilə aradan qaldırdılar? Barmaqlarını ağız suyu ilə isladaraq. Gəlin həmin hissəni tapaq, oxuyaq. Baxın, İslam mədəniyyətində xəttatların səhvləri aradan qaldırmaq üçün kiçik barmaqlarını ağız suyu ilə isladaraq yazı səthini təmizlədikləri məlumdur. Birinci sualda cavab B variantı. Mətnə aid fikirlərdən hansı doğrudur? Pozanların
istifadəsi qədim Yunanistanda başlanmışdır. Uşaqlar, yəni burada elə bir məlumat yoxdur. Çörək içi bir dövr yazı səhvlərini düzəltmək üçün istifadə edilmişdir. Bəli, cavab B variantı. Orada var idi ki, çörək içindən pozmaq üçün istifadə olunurdu. Mətndə hansı sualın cavabı yoxdur? İlk pozanlar nə zaman və kim tərəfindən kəşf edilmişdir? Bu haqda məlumat var. ...1770-ci illərdə İngilis mühəndisi Edward Nairne çörək əvəzinə kauçukdan istifadə etməyi sınaqdan keçirdi və onun qələm izlərini effektiv şəkildə istəbildiyini kəşf etdi. Beləliklə, ilk rezin pozan istehsal olundu. Bunun cavabı var. Çörək içindən nə üçün istifadə olunurdu? Səhv yazıları silmək üçün. İlk kauçuk pozanlar hansı problemlə üzləşir? Baxın. Ancaq ilkin kauçuk pozanlar dayanıqlı deyil, yəni dözümlü deyildi. Həm də rezin zamanla xarab olur və pis qoxu yayırdı. Bunda cavabı var. Pozanların vinildən hazırlanma texnologiyası kimə məxsusdur? Uşaqlar, burada vinildən hazırlandığı qeyd edilir, amma kimə məxsus olduğu bilinmir. Baxın, deyək ki, müasir dövrdə pozanlar yalnız kauçukdan deyil, həm də elastik və davamlı material olan vinildən hazırlanır. Amma kim tərəfindən hazırlandığı deyilmir. Çörək içinin pozan kimi istifadəsinin əsas problemi nə idi? Yəni, həmləsən bir daha. Bu üsulun nəticəsində mürəkkəb barmaqları və ağza keçərdi. Bu da mürəkkəb yaladı ifadəsinə səbəb yaramasa səbəb olmuşdu. Deməli, çörək içi tez xarab olur və tez kiflənirdi. Baxın, çörək xüsusilə də təzə içi yazının, sanki bir qarışıqlıq var bu hissədə. Deyək ki, yəni çörək üsulu ilə pozmağın böyük mənfi cəhəti çörəyin tez xarab olması və kiflənməsi idi. Qədim dövrlərdə yazılardakı səhvləri düzəltmək üçün hansı materialdan istifadə edilirdi? Qum daşından. Orada uşaqlar, bax, bir dəqiqə tapım deyəcəm. Baxın, qum daşı və ya pemza daşından istifadə edirdilər yazıları silmək üçün. Kauçukun əsas problemi nə idi? Pis qoxu yayması və tez xarab olması idi. Mətnin məzmununa əsasən hansı fikirlə razılaşmaq olmaz? Pozanın tarixi insan ehtiyacının inkişafını göstərir. Bəli. Yəni, əgər insanlar pozanı belə düşünüb, kəşf ediblərsə, deməli, insanlar öz ehtiyaclarının nə olduğunu anlayıb və bunun üzərində çalışırlar. Çörək içi kiflənmə problemi yaratdığı üçün daha dayanıqlı vasitələrə ehtiyac yaranmışdır, doğrudur. Kauçuk pozanlar ilkin dövrdə heç bir problem yaratmamışdır. Bu yanlışdır, uşaqlar. Kauçuk problemi, baxın, biraz əvvəldə dayanıqlı deyildi və tez xarab olub pis qoxu yayırdı. Vulkanizasiya nə üçün vacib idi? Gəlin baxaq. Deməli, uşaqlar, burada deyir ki, kauçuklar dayanıqlı deyildi. Rezin zamanla xarab olur və pis qoxu yayırdı. Buna görə də 1839-cu ildə Charles Goodyear rezinin sərtləşdirilməsi üsulunu, yəni möhkəmləndirilməsi üsulunu icad etdi. Goodyear təsadüfən kükürdlə qarışdırılmış kauçuk nümunəsini isti səthdə düşürərək onun sərtləşdiyini müşahidə etdi.
Vulkanizasiya adını alan bu proses kauçukun dayanıqlılığını artıraraq geniş istifadəsinə şərait yaratdı. Deməli, kauçukun dayanıqlı olmasını təmin etmək üçün. Edward Narett icadı nə ilə əlaqədardır? Deməli, vulkanizasiya üsulu ilə. Xeyr, cavab C variantıdır. Kauçuk pozanların yaradılması ilə bağlı idi onun icadı. Qələm izlərini silmək üçün ilk material hansıdır? Daş parçası idi. Sonra vulkanizasiya prosesində əsas istifadə olunan maddə nə idi? Biraz əvvəl də oxudum, kükürdü idi. Mətndə nədən söhbət getmir? Qədim dövrlərdə yazı səhvlərini düzəltmək üçün daşlardan istifadə olunmasından bəri var idi. İslam mədəniyyətində xəttatların səhv düzəltmə üsullarından bəli. Qədim İslam mədəniyyətində xəttatlar səhvləri düzəltmək üçün çörək içindən istifadə edirdilər. Pozanların elastik materiallardan hazırlanmasından. Bəli, bu da doğrudur. İlk yazı alətləri və kağızının yaranma tarixindən. Cavab D variantı. Burada, yəni ilk yazı alətlərindən, kağızların yaranmasından danışılmırdı. Sadəcə pozan haqqında danışılırdı. Mürəkkəb yaladı ifadəsi necə yarandı? Çörək içi istifadəsindən sonra. Kauçuku Avropaya kimlər gətirmişdi? Baxın, mən cavabı işarəliyim. Charles Marie Dela, Condamine və François Fresnel. Kauçuku onlar gətirmiş. Baxın, 1730-cu illərdə Fransız alimləri Cənubi Amerikadan təbii kauçuku Avropaya gətirdilər. Deməli, cavab C variantı. Mətnə əsasən hadisələrin ardıcıllığını müəyyən edin. Gəlin görək birinci hansı hadisə baş verib. Edward Nairne çörək əvəzinə kauçukdan istifadə etməyi sınaqdan keçirdi. Pergament və papirus üzərindəki yazıları silmək üçün kobud daş parçalarından istifadə olunurdu. Bəli, ikinci əvvəl olub. Təbii kauçuk Cənubi Amerikadan Avropaya gətirildi. Goodyear kauçukun dayanıqlılığını artırdı. Daha sonra təbii kauçuk Cənubi Amerikadan Avropaya gətirildi. Gəlin baxaq. Haradaydı? Təbii kauçuku 1730-cu ildə Avropaya gətirdilər. Daha sonra Nairne çörək əvəzinə kauçukdan istifadə etdi. Daha sonra isə Goodyear rezin sərtləşdirilməsi üsulunu icad etdi. Cavab A variantında. Diqqətinizə görə təşəkkür edirəm.